Əhkam 20. Nəcasət 9. Məst edici içkilər. Məst edici içkilər vacib ehtiyata əsasən nəcisdir. Həşiş və tiryək kimi maye olmayan məst edicilər su qatmaqla maye halına düşsə də nəcis deyildir. Odda qaynayan üzüm suyunun 2/3 hissəsi azalmasa, əgər məst edici olmazsa nəcis deyil, amma onu yemək haramdır. Əgər bir miqdar qoranın içində bir neçə üzüm dənəsi olmaqla su onun hamısını əhatə etsə, belə ki, üzüm dənəsi çox az olduğu üçün, abqoranın içində artıq ona üzüm suyu deyilməyəcək şəkildə aradan getsə, bu halda qaynamaqla haram olmaz. Amma odda qaynamaqla bir üzüm dənəsi haram olur və onu yemək olmaz.